Limonlu su doğru söhbətdir. Bu nədir belə? O nə sualdır? Mən də limonlu su içirdim. Amma limonlu suyu gecə içirdim və axşam yeməyinin yerinə içirdim. Siz də limonlu su içə bilərsiniz. Qəşəng bir bulud qaralı aşdan sonra 1 litr, 2 litr yox, 10 litr də içə bilərsiniz. Başa düşürsünüz. Limonlu suyu hansı formada, hansı həyat tərzinə sadiq qaldığınız halda istifadə etməyinizdən çox şey asılıdır və limonlu suyu istifadə etməyiniz, içməyiniz müəyyən faktorların yan-yana düzülməsi əsasında sizi arıqladacaqsa da limonlu suyun arıqlatması tam olaraq düzgün, doğru deyilə biləcək bir tezis deyil. İnanıla biləcək bir söhbət deyil. Çünki kalori defisinə ehtiyac var, yeməyinin doğru şəkildə, düzgün şəkildə deməli qurulması, rasyon qurulması, diyetə əməl etməlisiniz və s. Bu qədər şeydən sonra limonlu su arıqladı. Nə əlaqəsi var? İçməsəydim də arıqlayardım.